Bunu mən bir dəfə Yaxşı işin. danışmışam. Yaxşını tapa bilməyiblər. Biri deyir o pisilərə deyənmirsiniz yuxarıda mən giyinirəm ona. Biri deyir səsim belə, o birisi deyir rəqsim belə, o birisi mən deyirəm ailəm belə. Yəni hamı nədənsə bir şeydən danışır və TikTokda da hamı bir-birindən danışır. Ümumiyyətlə baxıram son zaman. Hamı qoyur telefon belə qabağına başlayır. Ay filan ki, sən ona niyə belə dedin, elə dedin. Ay qurban olum. Kimdir yaxşı? Mən şokdayam. Orada belə Deyirəm ki, çıxır bu ki, ölkədə yaxşı yoxdur. yoxdur. Və Yoxdur. hamının da statusları bədbindir. Hamı çöküb. Mən bilmirəm bacım, mən bilmirəm. Bir dənə o var. Hə. Yox, biz bilirsən necə Qumu, mən son dönəmdə əslində bizi yıxan bilirsən nə oldu? Dönəmlər var da. Məsələn olub televiziya dönəmi, sonra olub özəl dönəm, televiziyalar ki açıldı çox var. Məsələn ASTV-nin dövründə bizim görüb görəcəyimiz bizə nə göstərdilərdisə o idi. İndi Təranə xanım, Musa müəllim bilir də o siz gənc olmusunuz o vaxtda. Məsələn orada bizə nə verərdinsə biz məcbur onu yeməli idik. Yəni səhər verilişi idi, günorta, axşam spakoynu noçi, все, getməliydin yatmağa. Sonra inkişaf getdi biraz qabağa, nə oldu? Özəl kanallar. Özəl kanallarda da artıq nə idi? Onlar bizə nə verəcəkdisə oydu. Yenə şükürlüydü. Sonraki gəldi, biz televiziyalar əslində mən çox qınayıram. Amma qınamalı deyil. Niyə? İndi televiziyanı qoyaq qırağa. Heç televiziyaya çox adam baxmır. Sosial dövrə gəldi. Bax, problem budur. Açıq bazar. Onları da gətirdilər. Olmaz da gəldi bura. Anladın nə demək istəyirəm? Bu başladı və insanlar burada açıq bazardır da. Necə var diki plaj, var normal plaj. Məsələn biz diki plaja getmərik, amma insanlar var ki deyir, "Aa siz çuşkasınız, gedirlər ora." Bax bədbəxtçilik ordadır bu. Burada bütün xasiyyətdə bazar var. Və hamı görür, beyin də nədir? Funksiyalardır. Gördüyünü beyni adi elə mahnı var ki, mən sevmirəm. Amma birdən görsə dilirməyə dolaşır da. Niyə? Çünki hər dəqiqə çıxır da bu TikTokda adamın qarşısından. Ay, Məsələn, o Gülar, o nədir ki yeri gələndə biz ona gülək. O bir ağlamalı bir faciə. Amma biz gülür. Niyə? Çünki onu komik videoda paylaşıldı. Onun orası burasında biz gülünç və bizim beynimizə o bir komik kimi gəldi. Bax budur. Sosial bazarı. Bu dövr gəldi. Televiziyada gördük ki kütlə buradadır. Bunu daşıdı efirə. Vapşe evimizi yıxdı. Anladın? Budur. Bu da sosial dövrüdür. Kimdə nə yoxdursa onu gətirir bura qoyur. Kimdə nə varsa onu qoyur. Məsələn sən səmimi olarsan, məsələn çıxıb efirdə deyərsən ki budur, deyəcəklər, səni qəbul eləməyəcəklər. Çünki sən düzünü dedin. Amma sən nə etməlisən? Sən cildə girməlisən. Obraza girməli, belə bilirsən necə Margaret Thatcher bir obrazı yaratmalısan, deyəcəklər, vay, görürsən? O deyil ha. Sən o cildə girməlisən. Bax budur, biz bura nereye onda bacarasan da, o biraz cildi fake bacarasan. olduğuna görə artıq insanlar fake'e inanır. Originala heç kim inanmaz bu dəqiqə. Budur. İndi o hamısına aid deyil. Elə insanlar var ki, yəni həqiqətən baxırsan ki, realdan Təbii yaxşılığından iraq. Əlbəttə hamı belə olsa da biz boğularıq orada. amma həqiqətən yaxşı ki, hamı belə deyil də. Bəziləri ki, bu kütbeyin, cahil insanlar var. Mən baxıram burada var müəyyən səhifələr girirlər, necə inanırlar, necə eləyirlər hər şeyi. Şokdayam. Deyirəm ilahi, nə qədər geridə qalmış insanlar belə varımızda hələ də ki, inanırlar müəyyən səhifələrdə falçı kimi, nə kimi girirlər, kim nə deyir onu da eləyirlər. İnanırlar. Dəhşətdir prosta. Baxıram arada marağa, Tərəfi bilirsiniz nədir? Bizdə kim ilk çıxıb ağladısa, biz burada kütlə olaraq onun tərəfindəyik. Amma bu beyin yox deyə oturum düşünüm. Yəni məsələn mən heç vaxtı elə olub ki ağlayan görmüşəm, girib yazmışam ki bəs satirikalıq eləmə. Ay Allah tökülüşüblər. Oy siz bəs ədalətli idiniz, görmürsüz ağlayır. Ay qurban olun kameradan. O kərtənkələ göz yaşları Ay bu kərtənkələni keçib kərtənkələni keçib Vietnamski mar. Burada gözünün altına. Haydi söyle. Demək istəyir ki timsah göz yazıb. Kərtənkəl. Hə, görsən. Yo, kərtənkələ. Onu bizə nədir ağlında qaldı? Yo, kino var idi, kərtənkələ təbəssümü.
Onun göz yaşları. Yox, timsah gözyaşı demək istəyir. Deyir ki, kərtənkələ gözyaşları. Yox. Məndə o qədər danışığımda səhvlər olur belə. O Misal sənə üçün o Rus sektorundan vaxtı fesatlardı qalıb. Məndə də elədi. o vaxtı, hə, bax mən mamam eləyib, bax hamısı qoyub məni belə, sonra mən gülürdü evdə. O vaxtı var idi belə bir şeir. Nəbinin bığları eşmədir, belə natava. İngilis dilində n hərfi elə bu h hərfi Hə. daxil. Bu da Həbinin bığları yaşma. Deyirəm, Həbinin bığları, bu da məni otuşdurub, sağ olsun. Deyir ki, davay danış, çox gözəl danışırsan, hamımız sənə qulaq asacağıq. Mən də bir fəxrlə danışıram. Həbinin bığları eşmədir falan. Mən indi hələ, mən ona görə artıq belə 3 dilin arasında heç birini demək olar normal bilmirəm. Hamısını qaçışdırmışam. Mən də. Orada Mən bəzi 20 yaşına qədər mənə nənəm deyirdi rəhmətli aynanı gətir qoyun kim deyən baxırdım. Mən bilmirdim Azərbaycan dilini. Ay, sağ ol. Mən Mən də yavaş çolpa yavaş, bilmirdim. mən çünki Rus məktəbini Çolpa. bitirmişəm. Bunlar deyir ki, çolpa gətirin, yeyək. Mən deyirəm çolpa istəmirəm. Yazıya da toyuq yeyək. problem verir sənə, x ilə h-nı səhv. Yo, Sənə yo, vermir, sənə amma- dilə verib, məndə amma yazıya verib. Mən yazanda bax orada çətinlikcə h, x, g, harda yazılmalıdırsa onları bilə bilmirəm. Məndə də dəhşətdir. Mən deyirəm ki, misal üçün stəkan yıxıldı deyirdim. Sonra mama deyir ki, stəkan yıxılmır Yox, da. Naxçıvanlar ayna güzgüyə deyir canım. Vilkaya cırıq qaşıq deyir. Ona görə də mən də bilmirəm də. Mən tarix Sovet dövrünü oxumuşam. Rus məktəbini bitirmişəm. Mən nətər bunu bilim? Ona görə də Valla adam qarışdırır həqiqətən. Qarışdırır. Sən o dərini bilmirsənsə, misal üçün bu günlər mənim uşaqlarım Azərbaycan dilində oxuyurlar da, az sektordular. Hə, şeydir. Mən misal üçün onlar dediyi şeyi mən yenə başa düşmürəm. Misal üçün mən oxumuşam indi o mahnının içində cütləşmişi deyirdilər, başa düşdüm də. Mənə görə misal üçün zəri cütləşdirməkdir də. Yəni bunlar başqa məna verdi, mən bilmirdim onu. Sonra da yəni bildim. Ay bala eyni sözdür. Misal üçün Cütlənmək, orada var, cütləşmək. deyir ki, həvə. Həvə nə deməkdir? Onu da bilmirəm bax. bu get gələn bazan, yox, həvədir dünya. Hə. Mən də bilmirəm. Əslində mən bilirsən onu necə bilirdim. Həvədir Amma dünya. oxuyuram da. Mən şəvə Amma başa bilmişəm. düşmürəm. Sən Həvə yaxşı nədir? oxumusan. Mən həvə bilməmişəm, mən şəvə bilmişəm. Hə. Onun əyilən kişiləri olur. Belə gelirsən. Naxçıvanın harasındansan ay qurban olum. Yox, sразу burada biz mən bir Naxçıvanlı olaraq biz cırıq qaşıq demirik. Ay Allah, mən Culfada göz açmışam cigər. Mən bilirəm kimə nə deyirlər. Həvə həvəs deməkdir deyir. Yo, dəvə orada yazıblar. Dəvə də var, həvə də var orada sözlərdə. Bazara demədi. Bazara dəvədir. Düzdür. Bazara dəvədir, o birisi də həvədir. Əbədiyə qəhqəh çəkir, əbədi dünya. Onu da O bilirəm. başqadır, o başqa söz. Yəni o da o mahnıdadır. Demək istəyirəm ki, misal üçün elə mahnılar var ki, mən sevirəm. Xalq mahnılarımız var, tutaq ki, orada nəqarətdə yox, misal üçün kupletdə də elə sözlər var. Valla oxuyuram əslində belə baxıb üzünə. Yadımda qalmır ha, belə mən əzbərləyə bilmirəm heç bir mahnını. Amma şeydir, başa düşmürəm. Yəni oxuyuram, başa düşmürəm nə deyir. Belə bir şeylər məndə çox olur. Mən bir söz deyim, doğrudan da bir çox mahnı var ki, məsələn mən Nüşabə Ələskərlinin mahnısı var. Mən orada bir şey var, deyir ki, de sevimmi, mən indi bu yaşımda. Mən elə bilmirdim onu. Mən fərqli dinləyirdim o mahnı. Sonra mən o ki Necə çatır, necə dinləyə bilir, başa düşür. Bu normaldır. Çox mahnılar var ki, mən onları məsələn ona baxsaq Xumar Qədimova da çox qərəzli oxuyub. Məsəl üçün sən gedəli artan ancaq göynəyir. Mən onu anlamırdım. Onu mən sonra mənə izah eləyib ki, az göynəyir. Artan ancaq göynəyim də, göynür də, artan ancaq göynəmə gedir. Yəni göynəmə artır məndə demək. Artan ancaq göynəməyimdir, Hə. göynəməyim. Amma onu biz dinləyəndə fərqli Mən bir şey. köynək bilirəm, köynək. Yox. Sən köynək bilmirsən, mən Köynək vapşet də, yağmışlıq köynək də. bilmişəm. Məsələn, başa düşürsən, o diqqətlə dinləmək lazımdır. Bunun üstündə də heç vaxt spor ola Ola bilməz. bilməz, Kimsə dinləyə bilməz. Sərvis Çünki çox sağ ol bizim canım. Ona deyil. Qulağımızdır, yəni anlamamızdır. Yəni bu biz Bəli. belə idi. Yəni nə bilərik? Qulaq Professor qavraması, deyil. duyması deyilən bir şey var da. Biz bunu belə duymuşuq. Niyə nağayraq? Məsələn. Hə, orada nə yazırlar bilmirəm nə. Artan ancaq
Gör nəyim. Ha, gör neyim değil. Ben sonra oturmuşam şeire bakmışam. Yo. Orada deyir ki sen Artan ancaq göynəyi. göynəyim. Hə. Ha, bu belədir. Məsələn. Çox mahnılar var ümumiyyətlə ki, adam misal üçün mama sizə toyda nə demişdi kişi? Deməmişdi ki, tilki. Hə, ürəyim tülkü. Ürəyim tülkü. Deməli, qoy mən özümə Hamı qoyum. elə belə. Deməli biz toydaydıq. Bu cütçü yoxdur, cütçü. Cütçünü belə göstərirlər axı toyda da, cütçü. Belə göstərirlər, musiqiçilər bilir ki, o cütçüdür. Bir kişi gəldi, dedi ki, belə elədim. Mən də dedim ki, şeylə də cütçü verin oynasın. Cütçünü verdilər oynayanda belə elədi ki, yox. Gəldim. Dedi ki, onu yox. Türki, ürəyim türki. Gülçünə şeydə, Gülçə. Musikantların ürəyi getdi. Gülçü, ürəyim gülsün yoxdur. Ha. Gülki, ürəyim gülsün. Ha. O da deyir ki, türki, ürəyim türki. Ha. Onu türkü bilirmiş. İndi Hər toyun bir axırına şey, qədər hər kişini bir şey görəndə başa biz düşür elə də. bildik ki, elə türkü, ürəyim gülsün. Ay bala, gülki, ürəyim gülsün. Kişi də indi yaşlı kişi də elə bir türkü, ürəyim gülsün. Çox mahnılar var. Məsələn, mən əvvəl elə Xumarı mahnısı var. Bir gül dərdim yar bağından. Mən onu elə bilirdim. Deyirdi ki, bir gül var yar bağında. Sonra diqqətlə qulaqsa, yox, bir gül dərdim yar bağından. Amma tez oxunur. Məsələn, Svizyenyalar olur. Damlanın özü Geygül tumanı. Mən hələ də bilmirəm. Orada nə deyilir? Ümumiyyətlə o mahnının sözləri necə gedir? Geygül tumanı, balam vay. O necə oxunur? Necə? Həvədi dünya. Yox, bir cümləni oxu bir dənə başdan. Bu gitgəllər bazarına, həvədi dünya. Bu gitgəllər bazarına həvədir. Dünya. Həvə nədir? Həvə xalçanı toxuyandan sonra belə yatızdırırsan, ne tükür üstünə. Həvədir dünya. Yəni belə də, yəni otuzdurur üstünə. Hə, o deyirsən, ay oğlan, Səkinə dayılar. Onun başlığında nədir? Geyin gül tumanı, nə? Mən onu anlamıram. Hələ də mən anlamıram. Nə deməkdir o? Yəni necə cümlələr qurulub o mahnıda? Həvədir də belə yatsı. Sən nə deyirdin həvər bayaq? Geyib gül tumanı. Elə hə? Geyib göy tumanı. Anam. Güllü tumanı. Tuman yox idi, nənəmiz qatdı. Bildim. O necə cümlələr necə qurulur orada? Geyib gül tumanı. Hə. Mən də onu, məsələn, Damla elə oxuyub ki, geyin gəl tumanı, geyin gəl nədir? Geyib güllü tumanı, güllü tuman. Geyib güllü tumanı, anam vay, nənəm vay, Səkinə day qızıl aylay. İndi mən bir söz deyim də, yaxşı, Qumral səhv eləyib, indi bilməyib də, o elə dinləyib. Bəs o anası ölsün, şeyin verilişinə qız çıxmış deyə, muğamatçı, Gülyaz da belə əyilib, baxın, indi mən burada deyə bilmərəm, muğam oxuyur deyə. O sözləri lağ elədilər, hamı burada paylaşdı ki, söyüşdü orada. Hamımızın qabağına çıxıb da güya muğam oxuyur. Amma siz eşitmişsiniz də o cümləli, akazisi dərindən baxanda o heç orada söyüş deyil. Amma riski dinləyəndə söyüş çıxır o muğamda. Hə, mən sonra sənə deyərəm şeyə. Burada Sən ayıbdır. bilirsən, Şəbnəm Tovuzunu da cütləşmiş oxuyur. Sən Allah. Hanı o cütləşmiş, at sülüyor onu. Hmm. Onu deməzlər, yox, onu deməzlər. Qan düşə, gərək aləm qarışa bir-birinə tapıb çıxardasan. At sülüyor onu. At sülüyor, qoy görsün ki, o da cütləşmiş oxuyub. Oxuyub. Ha, deyə yazıblar ki, hə, Şəbnəm də elə oxuyub. Şey ola bilər. O asimetri, ay balam, yenə deyirəm, Nəşə Qaraböycək öz adına çıxardı bu iş sözləri ki, bu mənimdir. Hə, S ilə başlayan muğam. Şəxsən mən onu niyə elə taciri mahnısı dünyaya saçaramı elə çıxartmışlar ki, elə bir dünyaya özünüz bildiniz də. O da çıxıb da var. Yəni indi biz neyniyək? Biz onu belə dinləsəydik, biz də belə oxuyacaqdıq da.
Sevmədik, yola sana gedəcək. Hə, o da cütləşmiş oxuyub da. Hə, cütləşmiş zərik. Vallahi Amma o cüt əslinə hamısı baxanda rəhmətli şair də orada o cümlələri məntiqsiz yazıb. Əgər cütləşmiş zərik qoşa atsan da qoşa düşmərik. Hə, ya yox, belə cüt atırsan amma qoşa düşmək olur axı qoşa. Qoşa 6, qoşa 5 düşmək olur axı amma məntiqən baxanda. Necə yəni qoşa düşmərik? Düşür axı. O da var da. Əslinə belə dərinliyə getsək, niyə qoşa düşmək olmur?